Yaranışın sirləri İmam Cəfər Sadiq əleyhissalamdan. Kəlamlar 15-ci bab. Səs sistemlərinin yaradılışı. Ey müfəzzəl! Səs, danışmaq və onların insanda olan orqanları haqqında fikirləş. Qırtlaq bir boru kimi səsi boğazdan xaric edir. Dil, dodaqlar və dişlər də hərfləri və nəğmələri tələffüz etmək üçün bir vasitədir. Görmürsənmi ki, o kəslərin ki, dişləri yoxdur, sin hərfini, onların ki, dodağı yoxdur, kaf hərfini, onların ki, dilləri ağırdır, ra hərfini tələffüz edə bilmirlər. Bu orqanlar hər şeydən çox qara zurnaya oxşayır. Qırtlaq onun səs borusuna oxşayır və ağciyər bir kisəyə oxşayır ki, onunla üfürürlər ki, hava ona daxil olsun. Ağciyər əzələləri ki, səsi çölə çıxaran barmaqlığa oxşayır ki, zurnada səsin hərəkətə gəlməsi üçün qoyurlar. Dodaq və dişlər zurnanın ağzında olan dəmir alətə oxşayır ki, onunla üfürməklə müxtəlif səslər meydana gəlir.